seksual təcavüz insan psixikasında hansı izlər buraxır? Seksual təcavüz insan psixikasında geri dönməz dəyişikliklər yarada bilər. Qadında elə bir vaginizm formalaşa bilər ki, yəni vaginizm dedikdə cinsi əlaqənin nəinki necə edilir, qadın cinsi orqanı vasitəsilə, eyni zamanda bütün bədən vasitəsilə rədd edilməsidir. Hətta bəzən həkimlər, psixiatrlar, psixoterapevtlər bu cür insanların sonradan necə edirlər, ərə getməsini tövsiyə eləmirlər hətta. Bir digər tərəfi isə psixosomatik xəstəliklər yarana bilər və ona aid isə bir misal çəkəcəm. Türkiyədə olanda bir pasiyentimiz vardı. 12 yaşında olarkən bu xanım 5 kişinin təcavüzünə məruz qalmışdı və hardasa 25 yaşından sonra sayrışan hallar nevrozu, yəni obsessiv-kompulsiv pozuntunun təmizlik, biz sofuluq deyirik el arasında xəstəliyi formalaşmışdı və araşdırdıq, baxdıq ki, əslində simvolik olaraq o nə edirmiş, saatlarla əlini yuyanaraq sanki namusunu, qeyrətini təmizləyirmiş. Yəni, ən necədirlər, hələ yaxşı halda budur. Yəni, ən pis halda travma sonrası stres pozuntusu yaranır. Travma sonrası stres pozuntusu kifayət qədər ağır bir durumdur. İnsan oxşar yuxuları davamlı olaraq görür. Hər zaman tətikdə olmaq, necə deyirlər, vəziyyəti olur. Sanki elə bir ki, insan bəzən paltarla yatır ki, istənilən halda əgər faktiki olaraq təhlükə yaranarsa, yəni mən oradan qaça bilim. Qıcıqlanma sindromu olur, suicidal, yəni intihar düşüncələri olur, hətta intihar belə ola bilir.